B2 Spirit bombardımançılarının gecə yarısı çəkiz əməliyyatını ABŞ hərb sənətinin usta dərsləri hesab etmək olar. ABŞ iki qrup B2 Spirit bombardımançısını əks istiqamətlərə, biri yalançı hədəf kimi Hind okeanındakı Amerika hərbi bazasına tərəf, digər əsas zərbə qrupu isə şərqə İran istiqamətinə göndərdi. Bütün bunlar İranın nüvə zənginləşdirmə müəssisəsi olan və hündür qaya təbəqəsi altında yerləşən Fordo bunkerinə zərbə vurmaq üçün planlaşdırılmışdı. Bu obyektin əsas kamerası tunel girişindən təxminən 200 metr aralıda yerləşirdi. Ərazi başlanğıcda hamar enişli olsa da 160 metrdən sonra kəskin şəkildə yüksəlir və bu da onu hava hücumlarından təbii şəkildə qoruyur. B2 bombardımançıları hədəfə çatmazdan əvvəl ABŞ-ın atom sualtı qayığı İsfahandakı nüvə obyektlərinə yönəlmiş bir neçə qanadlı raket buraxdı. Məlumat verilir ki, hücumdan cəmi bir neçə gün əvvəl onlarla yük maşını Fordodan zənginləşdirmə sentrifuqalarını çıxarıb. Biz bu videoda B2 təyyarəsinin gizli və görünməyən texnologiyasını da nəzərdən keçirəcəyik. ABŞ-ın B2 bombardımançıları gecə yarısı çəkisi kod adı altında keçirilən əməliyyat çərçivəsində İranın nüvə obyektlərinə zərbə endirdi. İyunun 21-də səhər tezdən ABŞ-ın Missouri ştatındakı Whiteman aviabazasından böyük sayda B2 bombardımançısı yüksək məxfilik şəraitində havaya qalxır və dərhal sonra bu zərbə qrupu iki hissəyə bölündü. Birinci qrup diqqəti yayındırmaq üçün Sakit Okean üzərindən Guam və Hind okeanındakı Diego Garcia bazalarına tərəf uçdu. Əsas zərbə qrupu isə 7 ədəd B2 bombardımançısından ibarət bunkerə nüfuz edən iri bombalarla İran istiqamətində uçuş etdilər. Bu manevr uçuş izləmə sistemlərini, xəbər agentliklərini və İran kəşfiyyatını çaşdırmaq üçün hazırlanmışdır. Missiyanın məqsədi Fordo, Natanz və İsfahan şəhərlərindəki ən möhkəmləndirilmiş İran nüvə obyektlərini vurmaq idi. Əsas qrup 18 saat davam edən, ümumilikdə 37 saatlıq və 1000 mil uzunluqda bir dövrə səfərinə başladı. Bu missiyanı havada həyata keçirmək üçün KS-135 Startotanker yanacaq daşıyan təyyarələr vasitəsilə havada dəqiq planlaşdırılmış yanacaq doldurma aparıldı. Bu yanacaq həcmi 2000 yolsuzluq avtomobilini doldura bilərdi və ümumilikdə 75 min litr təşkil edirdi. Xüsusi hazırlanmış yanacaq çənləri bu təyyarələrin 11 min kilometrdən çox məsafəyə radarlar tərəfindən aşkarlanmayaraq uçmasına imkan verirdi. Beləliklə, onların ümumi uçuş məsafəsi 20 min kilometrə çatır və havada 44 saat qala bilirlər. Bu, mühəndislik baxımından əhəmiyyətli uğurdur. B2 təyyarələri Livan, Suriya və İraq üzərindən yaxın şərqə daxil oldular. İran hava sərhədində yaxınlaşdıqda ABŞ qüvvələri radioelektron mübarizə və aldatma sistemlərini işə saldı. Sürətli təyyarələr və siqnal kəsici sistemlər İran radar və hava hücumundan müdafiə sistemlərini çaşdırmaq üçün önə göndərildi. Bu zaman ABŞ döyüş və kəşfiyyat təyyarələri potensial təhdidlərə qarşı ərazini yoxlayırdı. Koordinasiyalı uçuş profili və görünməzlik texnologiyası sayəsində B2 təyyarələri aşkarlanmadı. Fordo İranın nüvə proqramındakı ən möhkəmləndirilmiş və dərin yeraltı obyektlərdən biridir. Bu obyekt 200 metrlik tunelin dərinliyində dağın içində yerləşir və 6 tunel girişinə malikdir. Ən əsas hissəsi isə qalın dağ qayasının altında yerləşən zənginləşdirmə kamerasıdır. Ərazi özü də əlavə təbii qoruma yaradır. Tunel girişləri ərazinin yumşaq yamacında yerləşir. Lakin 160 metrdən sonra yüksəklik kəskin artır. Belə bucaqlığa hücum zamanı bombaların 40 metr qalınlıqdakı qaya qatını deşməsi tələb olunur. Buna görə də ABŞ-ın 6 B2 təyyarəsini CBU-57 bunker dələn bombaları ilə təchiz etdi. Bu bombalar tunellərin üzərindəki dağ silsiləsini və altındakı zənginləşdirmə zavodunu hədəfə alaraq İranın nüvə fəaliyyətini dayandırmaq məqsədi daşıyırdı. Ən azı 6 tunel girişi hədəf seçildi. Hücum sonrası peyk görüntüləri və ekspert rəyinə görə 4 əsas girişdən 3-ü ciddi zədələnmiş, onların ətrafında dərin kraterlər yaranmışdı. B2-lər İran hava məkanına daxil olmamışdan təxminən 1 saat əvvəl ABŞ donanmasının sualtı qayığı
İsfahan şəhərinə 30-dan çox Tomahawk qanadlı raketlər buraxdı. Hava və dənizdən eyni vaxtda həyata keçirilən hücum İranın müdafiəsini iflic etdi. ABŞ şərq vaxtı ilə saat 18:40-da, İran vaxtı ilə saat 02:10-da Fordo üzərinə ilk 2 bunkerqıran bomba atdı. Növbəti 25 dəqiqədə Fordo və Natanz üzərinə daha 14 bomba atıldı. Eyni anda qanadlı raketlər də İsfahanı dəqiq hədəflərlə vurdu. Missiyanı uğurla başa vuran B2-lər İran hava məkanını səssiz şəkildə tərk etdilər. Gəlin görək B2 Spirit təyyarəsi radar nəzarətindən necə yayınır. Digər adi təyyarələrdən fərqli olaraq B2-nin arxasında dik sabitləşdiricilər, şaquli stabilizatorlar yoxdur. Bu, hər hansı vertikal konstruksiyanın radar dalğalarını əks etdirməsi ilə bağlıdır. Buna görə də B2 xüsusi olaraq bu cür sabitləşdirici və ya sükan olmadan dizayn edilmişdir. Onun əvəzinə bölünmüş sükanlar və hündürlük sükanları ilə idarə etmə təmin edilir. Amma burada bir çətinlik var. Adi sükanlarla müqayisədə bu bölünmüş sükanlar kiçik bucaq dəyişiklikləri üçün daha az səmərəlidir. Məhz buna görə də B2 Spirit digər hərbi təyyarələrlə müqayisədə çox yavaş dönür. Hər bir bölünmüş sükan əks istiqamətlərə hərəkət edən 2 paneldən ibarətdir. Sol sükan açıldıqda o müqavimət yaradır və təyyarəni sola döndərir. Eyni effekt sağ sükan üçün də keçərlidir. Kokpitdə isə pilot sol sükan pedalını basdıqda sol sükan açılır və təyyarə sola dönür. Sağ pedalda isə əksinə olur. B2 Spirit'in gövdəsi bir neçə hissəyə bölünə bilər. Təyyarənin bütün kənar hissələri radar əksini azaltmaq üçün şüşə lifli epoksit qatkısından hazırlanıb. Qanadların əsas hissəsi isə qrafit əsaslı epoksit materialından düzəldilib. Ekipaj bölməsi alüminiumdan hazırlanıb. Mühərriklərin yaratdığı yüksək temperatura davam gətirməli olan hissələr isə titan kimi bahalı və möhkəm materialdan düzəldilib. Bundan əlavə istiliyə davamlı şüşə lifli poliamid qatqı da istifadə olunur. İndi isə gəlin radar elinə örtüyə baxaq. Bu örtüyün dəyəri təxminən 1 milyard dollardır və hələ də tam sirr olaraq qalır. Amma mütəxəssislər bildirirlər ki, bu texnologiyada RAM, radiodalğa udan material adlanan polimer əsaslı örtük istifadə olunur. Bu material F-22 Raptor və F-35 Lightning II kimi stealth radardan yaranan təyyarələrdə də istifadə olunur. İndi isə bu canavarın qarnına baxaq. Bomba bölməsinin qapısını açaq. Burada bombaların yerləşdirilməsi üçün xüsusi adapter sistemi mövcuddur. B2 Spirit kiçik görünsə də təxminən 80 ədəd 220 kiloqramlıq Mark 82 bombası daşıya bilir. Bu 80 bomba adapterə yerləşdirilərək ümumilikdə 18 ton ağırlığında sərbəst düşən gravitasiya bombaları ilə təchiz edilir. Missiyadan asılı olaraq B2 bu sistemdən rotasiya sisteminə keçə bilər və 16 ədəd RGM-18 qanadlı raket daşıya bilər. Bu raketlərin hər biri təxminən 1,5 milyon dollara başa gəlir və 370 kilometr məsafəyə qədər uça bilir. İndi isə bu silah sisteminin necə işlədiyinə baxaq. Birinci addım, bombanın buraxılması. B2 çox yüksəkdən uçur və hədəfə çatanda optimal şəraitdə bombanı buraxır. Bombanın düşmə hündürlüyü onun trajektoriyasını və dəqiqliyini müəyyən edir. İkinci addım, dəqiq naviqasiya. Bomba GPS və inersial naviqasiya sistemi ilə təsis olunub və hərbi səviyyədə dəqiqlik təmin edir. Üçüncü addım, trajektoriyanın korreksiyası. Naviqasiya məlumatları bombanın arxasındakı 4 qanadçığa ötürülür. Bu qanadlar real vaxtda hərəkət edir və bombaya istiqamətini dəyişməyə imkan verir. Bombanın mühərriki yoxdur. Ona görə də onun trajektoriyası bu qanadların hərəkəti və cazibə qüvvəsi ilə tənzimlənir. Buna görə də bomba yüksəkdən buraxılmalıdır ki, kifayət qədər vaxt və məsafə ilə trajektoriyanı düzəldə bilsin. Dördüncü addım, zərbə və nüfuz. Kütləvi nüfuz etmə bombası təxminən 14 ton çəkidədir. Hədəfə çatanda güclü zərbə ilə beton bünövrəyə nüfuz edir. Onun zərbə enerjisi bombaya 60 metr dərinliyə qədər nüfuz etməyə imkan verir və partlayıcı yükünü tam dəqiqlə çatdırır.